Çox çətinliklə dözürdüm. Mən nə ilə məşğul olduğumu belə deyə bilməzdim. Bu sözləri ən məxfi general adı ilə tanınan Azərbaycanlı Kərim Kərimov deyib. O Kərim Kərimov ki, 25 il SSR-nin bütün kosmonavtlarını göyə yola salmışdı. Deyilənə görə SSR-də günün istənilən vaxtı baş katibə və müdafiə nazirinə zəng etmək iqtidarında olan yeganə şəxsmiş. Bəs Kərim Kərimov Amerikaya necə ziyan vurdu? Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Kərim Abbasəloğlu Kərimov 1917-ci il noyabrın 14-də Bakıda Maşdağa kəndində anadan olub. O, 1946-cı ildən başlayaraq ballistik raketlərin radio ölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparıb. Bu sahədə nailiyyətinə görə 1950-ci ildə ilk dəfə SSR dövlət mükafatı, daha sonra Lenin ordeni ilə təltif olunub. Kərim Kərimov dünya kosmos sənayesinin əsasını qoyanlardan biri hesab olunur. Məhz Azərbaycanlı generalın da sayəsində kosmosa insan göndərilməsində SSR hamını qabaqlaya bilir. Hətta Amerikalılar belə. Bundan sonra təsəvvür edin nələr baş verir. Qagarinin uçuşundan sonra Prezident Kennedy insanın ayı fəth etməsi üçün Senatdan 5 il ərzində 240 milyard dolların ayrılmasına nail olur. Bu isə indi təxminən 1 trilyon dollar deməkdir. ABŞ hesab edirdi ki, heç olmasa bu sahədə SSR-ni qabaqlasınlar. Əslində, xeyli il əvvəl Korolyov insanı aya çatdıra biləcək raket üçün vəsait almağa cəhd etsə də, yuxarıdan ona dəstək vermirdilər. Amma bununla belə, istər siyasi, istərsə də ideoloji sahədə az qala bir-birinin qanını içməyə hazır olan SSR və ABŞ kosmos sahəsində sıx əməkdaşlıq edirdilər. Məsələn, Soyuz Apollon kosmik gəmisi çərçivəsində. Kərimov danışırdı ki, bu sırf siyasi layihədir. Onun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən Sovet kosmonavtikasının atası Sergey Korolyov 1966-cı ildə təkidlə onun kosmik gəmilər üzrə dövlət komissiyasının sədri təyin edilməsinə nail olmuşdu. Yuxarıda qeyd etdiyimiz kimi, düz 25 il bu vəzifədə çalışmışdı. Kərim Kərimov əslində Korolyovun sağ əli sayılırdı. Korolyov onunla məsləhətləşmədən qərar verməzdi. Onların hər ikisi nəinki Sovet, dünya kosmos sənayesinin əsasını qoyanlardandı. Bir dəfə jurnalistlərdən biri onu SSR-nin ən məxfi generalı adlandırmışdı. Başqa bir jurnalist isə ona belə bir sual ünvanlamışdı. Özünüz necə, nə vaxtsa kosmosa uçmaq istəmirsinizmi? Cavab isə maraqlı idi. Mənə nəinki kosmosa uçmaq, dövlət komissiyasının sədri kimi xəstələnmək belə qadağan idi. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, uçuşları idarəetmə mərkəzinin məsləhətçisi olmuşdu. İstehsalat, təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı qəhrəmanı fəxri adına 2 dəfə Lenin ordeninə, qırmızı əmək bayrağı, qırmızı ulduz ordenlərinə layiq görülmüş və çoxlu medallarla təltif olunmuşdu. O, həmçinin Azərbaycan Respublikasının şöhrət ordeni ilə təltif olunub. Azərbaycan Milli Akademiyasının fəxri üzvü seçilib. 2003-cü ildə Moskva şəhərində vəfat edib və orada da dəfn olunub. Moskvada onun adını daşıyan böyük təhsil kompleksi var. Hər il ad günü ərəfəsi kosmik tədqiqatlarla bağlı orada müsabiqə keçirilir. O, böyük Azərbaycanlıdır. Öz ölkəsini də çox sevirdi. İkram Kərimov. Azərbaycanda bu ad bir çoxlarına tanış deyil. Amma Rusiya elmi dairələrində və Müdafiə Nazirliyində Kərimovu tanımayan demək olar ki, yoxdur. İkram Kərimovun adı tektonik silahın yaradıcısı kimi tarixə düşüb. SSR dağıldıqdan sonra İkramın qurduğu sistem və qrup da dağılır. Eyni zamanda Amerika xüsusi xidmət orqanlarının da onun izinə düşdüyünü nəzərə alsaq, onun həyatının necə keşməkeşli olduğunu anlamaq olar. Süni zəlzələləri törədə biləcək vasitələrdən biri kimi tektonik silahlar göstərilir. Lakin bu silahların mövcudluğu barədə yalnız ehtimallar var. Qeyd edək ki, tektonik silah yerin altında toplanan enerjidən istifadə edərək zəlzələ, vulkan püskürməsi və buna oxşar təbii fəlakətlər törədə biləcək hipotetik qurğu yaxud sistemdir. Tektonik silah termini ilk dəfə 1992-ci ildə istifadə olunub. Amerikada alimlər isə belə bir qurğunun yaradılmasını mümkün hesab etsə də, müasir dövrdə belə ehtimalın az olduğunu iddia edirlər. Lakin bununla belə tektonik silahın yaradılması cəhdləri olub. Amerika başda olmaqla dünyanın bir çox ölkəsi tektonik silah üzərində baş sındıran zaman artıq SSR-də bu mövcud idi. Bugün bir çox insanın xəbəri yoxdur ki, dünyada ilk tektonik silahın yaradıcısı həmyerlimiz Qarabağlı zəlzələşünas alim İkram Kərimov olub. Ağdam rayonunda anadan olan İkram Kərimovun adı bu günə qədər Rusiya arxivləri tərəfindən gizli saxlanılır və onun barəsində məlumatları əldə etmək olduqca çətindir. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində Seysmologiya Elmi Mərkəzinin direktoru olmuş fizika-riyaziyyat elmləri doktoru professor İkram Kərimov məşhur seysmoloq alim Şamo Rəhimovun məsləhəti ilə seysmologiya ixtisasını seçib.
Professor dərəcəsi alan İkram müəllimin 1968-ci ildə Merkuri 18 məxfi proqramı Qırğızıstanın Batken şəhərində 50 kilometr məsafədə yerləşən poliqonda işə başlayıb və o, dünyanın ilk tektonik silahını ixtira edib. Böyük Britaniyada Sovetlərin xüsusi sifarişi ilə hazırlanan qəbul mərkəzi və rəqəmsal sistem 3 daşınma stansiyasının işində 9690 xüsusi şifrəsi istifadə olunub. Rusiya kəşfiyyatının fikrincə, eksperimentlər uğurla keçib və sonrakı illərdə daha böyük intensivliklər digər Özbəkistanda yerləşən poliqonda davam etdirilmişdir. SSR Müdafiə Nazirliyi İkram Kərimov başda olmaqla bir qrup alimi gizli seismik laboratoriyalarda aparılan və tektonik silahın kəşf edilməsinə yönələn tədqiqat işlərinə cəlb etdi. Sonralar Soverşenny Sekretno qəzeti yazırdı. 70-ci illərin sonlarında Azərbaycanlı alim İkram Kərimov və onun rəhbərlik etdiyi elmi tədqiqat qrupu zəlzələlərdən öncə yüksək tezlikdə baş verən anormal dəyişikliklərə diqqət yetirdilər. Əvvəllər belə zəlzələ xəbərçilərini yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimov və onun qrupu yeni elmi metodla adı çəkilən cihazlara ehtiyac olmadan zəlzələ əlamətlərini müəyyən etmişdilər. İkram Kərimovun ixtirası indiyədək bütün dünya hərbçilərini narahat edir. Deyilənə görə bu silahdan Rusiya Müdafiə Nazirliyi vaxtaşırı istifadə edərək okeanlarda tsunami dalğası yaradır. Bir neçə il ardıcı olaraq keçirilən sınaqlardan sonra SSR Kəşflər və İxtiralar Komitəsi Kərimovun yeni metoduna patent verərək onu qeydə aldı. Bu kəşf məhz SSR Müdafiə Nazirliyi tərəfindən Merkuri kodu altında həyata keçirilən geofiziki silahın hazırlanmasında istifadə edilməyə başladı. Ötən əsrin 90-cı illərinin əvvəllərində SSR-nin dağılması nəticəsində Kərimov və onun qrupu da dağıdıldı və dünyanın bir neçə ölkəsinə köçürüldülər. 1995-ci ilə qədər ölkədə qalan Kərimovun qrupunun dünyanın müxtəlif bölgələrinə səpələyən Rus kəşfiyyatına sızmadan sonra Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı onun bütün tədqiqatlarının sürətini oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərinin ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat aldı. NASA İkram müəllimin 1995-ci ildə dediyi sözü bu yaxınlarda təsdiqlədi ki, qütblərdəki buzların əriməsi atmosferin deyil, yer qabığının qızması ilə bağlıdır və ondan sonra NASA siyasətini dəyişməyə başladı. Hazırda alimin adı dünyanın 10 qızıl aliminin adı sırasındadır və onun kəşfləri bütün dünya alimlərini heyrətləndirməkdə davam edir. Yüz minlərlə insanın həyatını xilas edən qusarlı həkim. Kəşfi ilə Azərbaycanı dünyada tanıdan, 20-yə yaxın ölkədə kəşfi tətbiq olunan kimdir? Yerin Qulağı kanalı bu dəfə Azərbaycanı dünyada tanıdan daha bir məşhur haqqda məlumatı təqdim edir. Azərbaycanı dünyada tanıdan məşhurlarla bağlı layihəmiz davam edir. Bu dəfə tibb dünyasında etdiyi kəşflə ölkəmizi tanıdan həkimlə bağlı danışacağım. Həmin qusarlı həkim kimdir? Tibbin tarixi insan həyatını xilas edən möhtəşəm kəşflərlə doludur. Bu kəşflərdən biri də ortopediya sahəsində inqilab edən İlizarov aparatıdır. Bu möcüzəvi tibbi cihaz minlərlə insanın həyatını xilas edib, əlillikdən qurtarıb və onlara yeni həyat bəxş edib. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.